Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə bizimki sözü ilə bağlı izah verəcəyəm. Demək, bildiyimiz kimi k şəkilçisi sifət düzəldir. Məsəl üçün deyirəm ki, dünənki, sonrakı bu sözlər sifətdir. Bizimki sözü hansı nitq hissəsidir? Bizimki sözü isimdir. Niyə isimdir? Dedik ki, k şəkilçisi sifət düzəldir, amma bizimki sözü isimdir. K şəkilçisindən əvvəl ismin hal şəkilçisi, yərik hal şəkilçisi gəlirsə, bizimki sözü olacaqdır isim. Çünki k-dan əvvəlki söz yərik halın şəkilçisidir və niyə mənsubiyyətdir? Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Bizimki sözündəki ım şəkilçisi yərik halın şəkilçisidir, k isə burada isim düzəldibdir. Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə bizimki sözü ilə bağlı izah verəcəyəm. Demək, bildiyimiz kimi k şəkilçisi sifət düzəldir. Məsəl üçün deyirəm ki, dünənki, sonrakı bu sözlər sifətdir. Bizimki sözü hansı nitq hissəsidir? Bizimki sözü isimdir. Niyə isimdir? Dedik ki, k şəkilçisi sifət düzəldir, amma bizimki sözü isimdir. K şəkilçisindən əvvəl ismin hal şəkilçisi, yərik hal şəkilçisi gəlirsə, bizimki sözü olacaqdır isim. Çünki k-dan əvvəlki söz yərik halın şəkilçisidir və niyə mənsubiyyətdir? Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Bizimki sözündəki ım şəkilçisi yərik halın şəkilçisidir, k isə burada isim düzəldibdir. Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə bizimki sözü ilə bağlı izah verəcəyəm. Demək, bildiyimiz kimi k şəkilçisi sifət düzəldir. Məsəl üçün deyirəm ki, dünənki, sonrakı bu sözlər sifətdir. Bizimki sözü hansı nitq hissəsidir? Bizimki sözü isimdir. Niyə isimdir? Dedik ki, k şəkilçisi sifət düzəldir, amma bizimki sözü isimdir. K şəkilçisindən əvvəl ismin hal şəkilçisi, yərik hal şəkilçisi gəlirsə, bizimki sözü olacaqdır isim. Çünki k-dan əvvəlki söz yərik halın şəkilçisidir və niyə mənsubiyyətdir? Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Bizimki sözündəki ım şəkilçisi yərik halın şəkilçisidir, k isə burada isim düzəldibdir.